Salam əziz müəllimlər, mən Bakı Peşəkarlar Akademiyasının fizika müəllimi Xalidə Əliyeva. Mən bugün sizə ödənişsiz qrupumuzda paylaşılan fizika suallarının izahını verəcəm. Gəlin izahlara baxaq. Deməli, bizə belə bir test verilib, yerə görə sürətləri VA və VB olan A və B cisimləri şəkildəki yönlərdə hərəkət edir. Buna görə A-nın B-yə nəzərən nisbi sürətini və yaxud sürətinin böyüklüyünü tapın deyir. Deməli, biz baxırıq ki, bizə verilən şəkildə VA-nın VB-yə nəzərən nisbi sürətini biz tapsaq, deməli, VA-nın sürətindən VB-nin sürətini çıxmalıyıq. Həmçinin biz burada baxıb görürük ki, VB cisminin sürətini biz mənfi işarəsi ilə əks istiqamətə yönəltməliyik. Deməli, onda VB-nin sürətini biz elə müəyyən eləyək bu istiqamətə. Yəni, həmin sürətlərin başlanğıcı eyni nöqtədə qalmaq şərti ilə VB-nin istiqamətini sadəcə olaraq dəyişdim. Niyə? Çünki VA çıxaq VB yazmışdım. Yəni, VB-ni mənfi, istiqamətini mənfi olaraq göstərmişəm. Əvvəlki istiqamətinin əksinə. Biz bu məsələni kosinuslar teoreminə əsasən də həll edə bilərik, nisbi sürəti tapa bilərik. Necə tapa bilərik? Məsələn, burada bizə verilibsə, əgər bu bucaq, biz bu bucağı tapa bilərik. 180 dərəcədən 53-ü çıxıb həmin bucağı tapıb, kosinuslar teoreminə əsasən bucağı müəyyən eləyib və tapa bilərik nisbi sürəti. Amma mən istəyirəm ki, daha sadə, daha praktik yolla biz dediklərimizi aydınlaşdıraq. Deməli, biz VB-nin istiqamətini çevirdikdən sonra artıq 5 metr böl saniyə sürətində olan bizə verilən VA-nın sürətini iki toplanana ayırırıq. Həm Y oxu üzrə olan toplananı, həm də X oxu üzrə olan toplananı. Deməli, Y oxu üzrə olan toplanan bizə verir VA vurulsun sinus 53 dərəcə. O da eləyir 4 metr bölünsün saniyə sürəti. Deməli, VY, yəni VA-nın Y toplananı 4 metr böl saniyə oldu. Bəs X oxu üzrə olan toplanan nə qədərdir? X oxu üzrə toplananda olur VA vurulsun kosinus 53 dərəcə. Çünki biz bilirik ki, bucağa bitişik, yəni toplanan tapanda, sürətin toplananını tapanda və yaxud qüvvə olsun, bucağa bitişik olan kosinusla hesablanır. Bucağın qarşısında duran sinusla hesablanır. Bunu da artıq riyazi biliklərimizdən bilirik. Və burada müəyyən eləyirik ki, VA vurulsun kosinus 53 dərəcədə edir nə qədər? 3 metr böl saniyə. Deməli, həmçinin də VB-nin özünün 1 metr böl saniyə sürəti var idi. Onu da yazırıq. Deməli, bizdə belə bir son olaraq şəklimiz belə bir hala gəldi. 1 metr böl saniyə sürəti VB-nin sürəti idi. Əks istiqamətə çevirdik, çünki mənfi işarəsinə görə. Həmçinin bir də VA-nın sürəti idi. VA-nın X oxu üzrə olan sürəti, X oxu üzrə olan sürəti də 3 metr böl saniyə idi. Həmçinin də VY toplananının da sürəti nə qədərdir? 4 metr böl saniyə. Deməli, son olaraq biz belə bir şəkil aldıq. 4 metr böl saniyə sürəti yuxarı, 4 metr böl saniyə sürəti də X oxu üzrə. Və biz həmin sürətlərin əvəzləyicisini tapırıq. Həmin sürətlərin əvəzləyicisini tapsaq, yəni nisbi sürətini tapsaq, həmin bu sürətləri Pifaqor teoreminə əsasən hesablasaq, olur, deməli, nə qədər? 4 kök altında 2. Yəni, Pifaqor teoremindən çıxır ki, 4-ün kvadratı üstə gələk 4-ün kvadratı, bunlardan da kök alırıq, bundan da çıxır 4 kök altında 2. Cavabımız olur Y variantı. Keçək növbəti məsələyə. Deyir, K və L cisimlərinin yerə görə sürətləri şəkildəki kimidir. Buna görə VL-in VK-ya görə sürətinin böyüklüyü neçə metr böl saniyədir? Deməli, bizdən yenə nə soruşur? VL-in VK-ya görə sürəti. Yəni, VL çıxılsın VK.
Deməli biz indi baxdıq ki, VK-nın işarəsi nə oldu? Əks oldu. Deməli VK-nı yenə təkrar olaraq biz nə etməliyik? İstiqamətini dəyişməliyik. Yəni onda baxırıq ki, VL elə olduğu kimi 2 metr böl saniyə sürətindən x oxu istiqamətində hərəkət eləyir. VK-nın istiqamətini isə çeviririk nəyə? Əks istiqamətə. Yəni başlanğıclarını bir nöqtəyə gətiririk. Olur 10 metr böl saniyə. Niyə başlanğıclarını bir nöqtəyə gətiririk? Çünki çıxırıq bu sürətləri. Deməli, buradan da baxırıq ki, x oxu üzrə də həmçinin 37 dərəcə bizə bucaq verilib. Biz burada 10 metr böl saniyə sürətini 2 toplanana ayırırıq. Bir olur y oxu üzrə olan toplanan, bir də olur x oxu üzrə olan toplanan. Y oxu üzrə toplananı bayaq dediyimiz kimi, deməli nə olacaq? 10 metr böl saniyə vurulsun, sinus 37 dərəcə. Yəni eləyəcək 6 metr böl saniyə sürəti. X oxu üzrə toplanan olasıdır. Deməli 10 metr böl saniyə vurulsun, kosinus 37 dərəcə. O da edir, onu vururuq 0.8-ə eləyir 8 metr böl saniyə. Deməli bizim sürətlərimiz necə yönəldi? Daha bizim 10 metr böl saniyə sürətindən işimiz yoxdur. O getdi, çünki biz onu 2 toplanana ayırmışıq. Deməli qalıb yuxarıda 6 metr böl saniyə sürətim. Bir qalıb sağa doğru 2 metr böl saniyə sürətim. Bir də həmin x oxunun, yəni bu 2 metr böl saniyə sürətinin əksinə olub 8 metr böl saniyə. Deməli bu sürətlər əks olduğu üçün 2 metr böl saniyə ilə 8 metr böl saniyə bunları çıxıram. Çıxıb bunların elə bir nisbi sürətini tapıram. Çıxdıqda nə baş verir? Deməli olur nə qədər? 6 metr böl saniyə olduğu kimi qalır. Olur bunlarda da 6 metr böl saniyə. Bunlar da 90 dərəcə bucaq əmələ gətirdiyi üçün yenə Pifaqor teoreminə əsasən bunların nisbi sürətini tapsam, tapıram ki, nə qədərdir? Kök altında 6-nın kvadratı, üstə gələk 6-nın kvadratı, ondan da çıxır 6 kök altında 2. Cavab olur A variantı. Əziz müəllimlər, ümumiyyətlə kinematikada bəzi hissələr var ki, həmişə testlərə düşən, ümumiyyətlə imtahanlarda istifadə olunan hissələrdir. Məsələn, bunlar hansılardır? Görüş məsələləridir, çay məsələləridir, vektor məsələləridir, həmçinin də qatar tunel məsələləridir. Mən düşünürəm ki, növbəti izahlarda çalışacağam ki, həmin suallardan da paylaşım və həmin sualların da izahını verim. Baxaq növbəti məsələyə. Deyir, sürtünmənin önəmsənmədiyi şəkildə bloklardakı iplər sərbəst buraxıldıqda iplərdəki gərilmə qüvvəsi 76 Newtondur. Və buna görə də M kütləsi neçə kiloqramdır? Biz bilirik ki, ümumiyyətlə tərpənən blokda, tərpənməz blokda, yəni sürtünmənin önəmsənmədiyi, yəni nəzərə alınmadığı bir sistemdə təcili tapanda necə tapırıq? Yazırıq ki, A bərabərdir F əvəzləyici qüvvə bölünsün M sistemin kütləsi. Sistemin kütləsi. Deməli, biz burada baxırıq ki, əgər bizə verilən T bərabərdir 76 Newton verilib, yəni gərilmə qüvvəsi 76 Newtondursa, mən onda mənə verilən təcili tapa bilərəm. Deməli, 8 kiloqramlıq cismi aşağı çəkən bir onun ağırlığı var. Düzdür? Nə qədərdir? 80 Newton. 8 kiloqramlıq cismi aşağı çəkən ağırlıq 80 Newtondur. Mən Newtonun ikinci qanununu, baxın, bu ipdə olan gərilmə qüvvəsində nəzərə alaraq bu cisim üçün, yəni 8 kiloqramlıq cisim üçün yaza bilərəm. Necə yazıram? 80 Newton aşağı yönəldiyi üçün mən və 76 Newtondan çox olduğu üçün, deməli bu sistem, bu ip aşağı hərəkət edəcək, gələcək aşağı. Deməli onda biz yazırıq ki, onda təcil hansı istiqamətə yönəlir? Aşağı. Təcil də hansı istiqamətə yönəlirsə, həmişə o qüvvə böyük olur. Həmin qüvvədən biz digər qüvvəni çıxırıq. Yəni 80-dən çıxırıq T gərilməni, bərabər edirik nəyə? M vurulsun A-ya.
80 çıxaq, T gərilmə nə qədərdir? 76 bərabərdir. M kütlə nə qədərdir? 8 vurulsun. A-nı da bilmirik. Deməli, buradan alırıq 4 bərabərdir 8A-ya. A da bərabərdir 2-də 1-ə. Deməli, biz təcili tapdıq ki, təcil 2-də 1 metr bölünsün saniyə kvadratıdır. Gəlin, indi biz müəyyən eləyək ki, M kütləli cismin kütləsi nə qədərdir? Deməli, burada bu M kütləli cismə təsir edən bir ağırlıq qüvvəsi var. Həmin ağırlıq qüvvəsi də aşağı yönəlib. Ağırlıq qüvvəsi aşağı yönəldiyi üçün buna təsir edən həmin o ağırlıq qüvvəsi 10M olur, mg-dən. 10M olur. Gəlin, biz bu təcilə əsasən, bu bayaq yazmışdıq düstur. Həmin düsturda gətirək qiymətləri qoyaq yerinə, hesablayaq. Deməli, nə tapdıq? Təcilə nə aldıq? 2-də 1. Yazıram, 2-də 1 bərabərdir. Əvəzləyici qüvvəm nə qədərdir? Baxıram ki, həm burada 80 newtonluq əvəzləyici qüvvəm var. Daha doğrusu 80 newtonluq qüvvəm var, 8 kiloqram cismə təsir edən ağırlıq qüvvəsi. Həmçinin M kütləli cismə təsir edən 10M ağırlığında mənim bir ağırlıq qüvvəm var. Deməli, mən baxıram ki, mənim sistemim hansı tərəfə hərəkət eləyir? Aşağıya doğru hərəkət eləyir, düzdür? 80 kiloqramın istiqamətində hərəkət eləyir. Deməli, 80 kiloqram böyükdür. Yazıram, 80 newton qüvvəm böyükdür. 80 newton qüvvə çıxılsın, 10M qüvvə. Bəs məxrəcdə nə yazmalıyam? Sistemin kütləsi. Sistemin kütləsi nə qədərdir? 8 kiloqram burada, 5 kiloqram burada, bir də M. Yazıram bunları, yazıram 8 ilə 5 eləyir 13, üstə gələk M. Deməli, bu şəkildə mənim bir tənliyim alınır. Həmin tənlikdə mən tənliyi tənasüb şəklində vurub açıram. Deməli, 2-ni 80-ə vuranda eləyir 160, çıxılsın 2-ni 10M-ə vurduqda eləyir 20M, bərabərdir 13 üstə gələk M. Deməli, buradan alıram 21M bərabərdir. 160-dan da 13 çıxanda alıram 147. Buradan da M bərabərdir 7 kiloqram. Deməli, M kütləli cismin kütləsi nə qədər imiş? 7 kiloqram. Əziz müəllimlər, bugünkü sualların izahı bu qədər. Hər kəsə uğurlar arzulayıram. Kanalımıza abunə olun, dərslərimizdən yararlanın. Uğurlar arzulayıram.